məclislərimizdə iştirak edənlərin niyyətini düzəltsin, qəlbini təmizləsin və bu məclislərdə yalnız Allahın rızasını axtarsın. Biz də Allah Subhanahu va Taala'dan istəyirik ki, niyyətlərimizi salih etsin. Məlum olduğu kimi proqram fiqh proqramıdır. Və biz fiqhə daxil olmazdan əvvəl iki önəmli mövzuya toxunduq. Bu mövzulardan birincisi Əl-Fiqhul Əkbar, ən böyük fiqh olan iman əsasları və tövhid mövzularıdır. Şübhəsiz ki, bu mövzuları öyrənmək fiqhin furu məsələlərini öyrənməkdən öncə gəlir. Daha sonra isə fiqhə giriş mövzusunu ələ aldıq ki, insan fiqhin böyüklüyünü, fəqihlərin məqamını öyrənsin. Daha sonra isə fiqh məsələləri oxusun. Çünki insan bu elmin məqamını, dəyərini və ucalığını bildikdən sonra elmə giriş edərsə, şübhəsiz ki, daha həvəslə və yönəlmiş bir qəlblə elmə başlamış olar. Bu dərsdə artıq fiqhin 4 ana mövzusundan biri olan ibadətlər fiqhinə başlanğıcdır. Yəni, fiqh 4 ana mövzuya bölünür. Bu 4 hissə insanın fiqhlə bağlı olan bütün ehtiyaclarını əhatə edir. İnsanın Allahla olan münasibəti, bu da ibadətlər fiqhidir. İnsanın başqa insanlarla olan münasibətləri, ki, buna da muamələt fiqhi deyilir. İnsanın ailə məsələləri, qanunlarda buna şəxsi hallar deyilir. Nikah, talaq, nəfəqə, himayə və s. kimi məsələlər. Bu da 3-cü bölümü olan ailə fiqhinə daxildir. Fiqhin 4-cü təməl hissəsi isə cinayətlər və cəzalar fiqhidir. Qətl, cinayətlər, cəzalar, qazinin şərtləri, qazinin etimad etdiyi əsaslar, bunların hamısı 4-cü qism olan cinayət fiqhi mövzusuna daxildir. Beləliklə, biz fiqhin 4 bölməsini tanıdıq. Bütün məsələlər, hətta müasir hüquqda işlənən ticari qanunlar, şəxsi hallar qanunları, siyasi sistem, bunların hamısı İslam fiqhində mövcuddur. Başlayaq elə ibadət fiqhindən. İbadət fiqhinin mövzuları hansılardır? İbadət fiqhində 5 ana mövzu vardır. Namaz, biz təharət fəslini bura daxil etmirik, çünki təharət də namazın şərtidir. İkinci olaraq zəkat, oruc, həcc və cihad mövzularıdır. Cihad ibadətlərdəndir, yoxsa müamələtdə? Fəqihlər bu babın yerləşdirilməsi barəsində ixtilaf etmişlər. Çünki cihad bir tərəfdən ibadət olsa da, digər tərəfdən isə kafirlərlə münasibətin bir növüdür. Ona görə bəzi fəqihlər cihadı ibadət fəslinə daxil etmişlər. Bəzi fəqihlər isə muamələt fəslinə daxil etmişlər. Hətta bəzi fəqihlər cihadı cinayətlər bölməsinin sonunda qeyd etmişlər. Çünki cihadda da öldürmə mövcuddur. Və məlum olduğu kimi qətl ya haqlı yerə olur, ya haqsız yerə olur. Və əlbəttə haqsız yerə olarsa artıq bu cinayətlər fəslində danışılır. Və beləliklə fəqihlər, bəzi fəqihlər cihad fəslini məhz cinayətlər bölümünə daxil etmişlər. Namaz nədir? Şəriətdə namazın tərifi sözlər və əməllərdir. Təkbirlə başlayar, salamla bitər. Gündə 5 dəfə fərzdir. Əslində namaz məlum ibadətdir. Çox da tərifə ehtiyac yoxdur. Eynilə oruc da. Hər bir müsəlman oruc dedikdə məqsədin nə olduğunu anlayır. Amma fiqh kitablarında bəzən fəqihlər dəqiq təriflər verir. Məsələn, buyururlar ki, oruc müəyyən şəxsin müəyyən vaxtda, müəyyən şeylərdən çəkinməsidir. Lakin hansı müsəlmana oruc desən, orucun nə olduğunu biləcək. Amma ona desən ki, xüsusi vaxtda, xüsusi şeylərdən çəkinməlisən, heç nə anlamayacaq. Təriflərin məqsədi mahiyyəti açıqlamaqdır. Əgər insan mənanı anlayırsa, kifayətdir. Namazla bağlı bəzi məsələlər vardır. Namazın şərtləri var, rükunları var, vacibləri, sünnələri, mübahları, məkruhları və namazı batil edən əməllər vardır. Şərtlərlə rükunların arasındakı fərq nədir? Şərtlər namazdan əvvəl olur. Məsələn, dəstəmaz almaq. Namazın içində dəstəmaz alınmır ki. Rükunlar isə namazın içindədir. Nə zaman rükû edirik? Namazın içində. Ona görə də rükun namazın bir hissəsidir. Onlarsız namaz batildir. Şərtlər isə namazın mahiyyətindən sayılmır. Məsələn, övrəti örtmək. Bizim övrətimizin bağlı olmağı namaz qılmağımız mənasına gəlmir ki.
Keçid edək rükunlarla vaciblər arasındakı fərqə. Rükun tərk edilərsə, namaz batil olur. Səhvən də olsa mütləq yerinə yetirilməlidir. Vacib tərk edilərsə, səhv səcdəsi ilə bərpa olunur. Sünnələr vacib deyil, amma sünnəti etmək savabdır. Mübahlar namazın daxilində icazəli olan feillərdir. Namazın məkruhları bəyənilməyən əməllərdir. Yəni, bu əməlləri tərk etsən, savab qazanırsan, bu əməlləri etsən, günah qazanmırsan və namaz batil olmaz. Və bir də namazı batil edən əməllər vardır ki, bu da həmin əməlləri etdikdə namazı pozan amillərdir. Keçid edək namazın növlərinə. Namazın növləri vardır. Vacib namazlar var, müstəhəb namazlar var, haram namazlar. Haram namaz olur, nəhy olunan vaxtlarda, yəni qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə qılınan namaz haram namazdır. Və daha sonra isə insan namazda səhv edərsə nə etməlidir? Bu da fiqh kitablarında ayrıca bəhs edilən səhv səcdəsi mövzusudur.